Salam uşaqlar, predloglar mövzumuz və davam edək. Винительный падежin predlogları bilirsiniz. Именительный падежin bizdə вообще predloglar yoxdur, amma винительный падеж deməli родительный, винительный, творительный, предложный onlar deməli onların predlogları var. Və винительный падежin predlogları hansıdır? На, за, в, во, про, через. Sualları кого, что, куда, təsirlikqa. Gəlin baxaq. Deməli, v, vo nə vaxt biz işlədirik bu predlogu? Deməli, kuda sualı da var, bilirsiniz də. Bu sözünü hərəkətin bir məkanın içərisinə doğru yönəldiyini və ya konkret vaxtı bildirir. Deməli, v həm istiqaməti göstərir də. Kuda? Идти в школу, məktəbə getmək. Ехать в город, şəhərə getmək. Положить в сумку, çantaya qoymaq. Sonra nə vaxt? Müəyyən vaxtı göstərəndə. Когда? Nə vaxt? В пятницу, cümə günü. В 3 часа, saat 3-də. В этот раз, bu dəfə. Во nə zaman olur? Nə vaxt biz yazırıq? Söz 2 və ya daha çox samitlə başlayanda, məsələn, во двор, во вторник. Görürsünüzmü? 2 dənə dalbadal gedir samit. Deməli, biz во deyə yazırıq. Belə. İkinci bizim винительный падежin predlogu nadır. Üzərinə və haraya deyə, kuda deyə sualı var. Məkanın səthinə doğru hərəkəti, tədbirlərə gedişi və ya müəyyən bir müddət üçün planlaşdırılan vaxtı bildirir. Nə deməkdir? Gəlin indi tam aydın deyəcəm sizə. Səthə və ya tədbirə istiqamət, kuda nə deməkdir? Məsələn, положить на стол, yəni stolun üzərinə qoymaq. Görürsünüzmü? Aiddir. Идти на урок, dərsə getmək. Идти на концерт, konsertə getmək. Ехать на море. Ехать на море, dənizə getmək. Deməli, biz burada na predlogu işlədirik. Dальше. Müddət, vaxt, насколько deyə də sualı. Например, уехать на неделю deyirik. Düzdürmü? Bir həftəlik getmək, yəni bir həftə müddətinə. Опоздать на 5 minut, 5 dəqiqəyə gecikmək. Дальше, за deyə bizim predlogumuz var. Arxaya, arxasına, nəyin, kimin deyə sualıdır. Arxasına deyiriksə, deməli, arxasına keçmək. Куда sualdır. Сесть за стол. Stolun arxasına əyləşmək. Зайти за дом. Evin arxasına keçmək. Görsünüzmü? Kuda? За стол, за дом. Dальше, ödəniş, təşəkkür və səbəb. Məsələn, demək istəyirik ki, alış-veriş üçün ödəniş, məsələn, etmək. Платить за покупку. Спасибо за помощь. Kömək üçün təşəkkürlər. Голосовать за кандидата. Namizədə səs vermək. Дальше, четвертое у нас предлог про. Haqqında, barəsində. Про кого, про что deyə biz sual veririk. Düzdürmü? İndi baxın. Про кого? Про тебя. Sənin haqqında. Про погоду. Məsələn, hava haqqında. İndi baxın, uşaqlar. Bu sözünü canlı danışıq dilində o və o predložni padejdəki sözünün əvəzinə çox işlənir və nəyinsə və ya kiminsə haqqında danışıldığını bildirir. Görsünüzmü? Canlı danışıq. Yəni, gündəlikdə biz o və ob deyə. Amma onu pro-da kimi danışa bilərik. Məsələn, pro deyə işlədə bilərik. Читать книгу про космос. Kosmos haqqında kitab oxumaq. Рассказать про друга. Dostu haqqında danışmaq. Film про любовь. Sevgi haqqında film. Bunu bu şəkildə deməli biz işlədirik. Дальше. Пятое. Через. Через. Predlogumuz vasitəsilə o biri tərəfə müddətdən sonra deməkdir. Yəni, bu tərcüməsidir. Bu sözünü həm məkan
maniyəsini keçmək, həm də gələcək vaxtı bildirir. Məsələn, məkanda müəyyən ərazini keçmək. Bax, nə deməkdir? Перейти через дорогу, yolun o biri tərəfinə keçmək. Ехать через лес, meşənin içindən, yəni meşə vasitəsilə keçib getmək. Gələcəkdə vaxt, nə vaxtdan sonra, yəni через сколько, через сколько. Прийти через час deyirik. 1 saatdan sonra gəlmək. Урок закончится через 10 minut. Dərs 10 dəqiqədən sonra bitəcək. Bax, bu əsas deməli bizim винительный падежin belə deyim də predloklarıdır. Uşaqlar, bir də deyirəm, tam hamısını yazmadım. Çünki predlokları çoxdur deyə, amma əsaslarını yazdım ki, hansı ki bizim dimdə olan suallara məsələn uyğundur. Onları yazdım əsas. Bunları, yəni çünki sizdə xarici dil olduğuna görə mən hamısını yazmadım. Bax, bu şəkildə sizinlə paylaşıram, bu şəkildə yazıram ki, tam sizə aydın olsun. Suallarınız varsa, əlbəttə ki, şərh bölməsində yaza bilərsiniz. Sağ olun, görüşərik.